İslam bir sistem olaraq öz görüşlərini, təlimlərini insanlara təqdim elədi. Yəni, İslam bütöv bir sistem olaraq insanlara təqdim olundu. Ya o sistemi tam qəbul edirsən, ya qəbul etmirsən. Yəni, İslam bir mənada götürsə, ya hər şey, ya heç nə prinsipi ilə inkişaf eləməyə başladı, dəvətində belə başladı. Yəni, İslam ayrı-ayrı dəyərlər təbliğ etmədi. Ayrı-ayrı fəzilətləri təbliğ etmədi. Bütöv bir sistem təqdim elədi o cəmiyyətə. O sistemi qəbul etməyi təklif elədi. İslam əgər məhdud sayda bir sıra dəyərlərə insanları dəvət etsəydi, tarixdə baş verən bir çox hadisələr baş verməzdi. Yəni, tarix tamam fərqli şəkildə inkişaf edərdi. İslam tarixinin özünə məxsusluğu, İslam tarixində Peyğəmbərə qarşı müxalifətin səbəblərindən biri, müvafiq olmağın səbəblərindən biri İslamın bir küll olaraq, tam olaraq cəmiyyətə təqdim olunması idi. İslam Peyğəmbərinin zamanında Əyaz adlı bir şəxs var idi. Özü müşrik idi. Amma varlı, zəngin bir insan idi, özü nüfus sahibi idi. Peyğəmbər də çox sevirdi, məhəbbəti vardı Peyğəmbərə. Çox hörmət edirdi Peyğəmbərə, müsəlman olmasa da. Gəlirdi Kəbəni təvaf eləməyə, qeyd elədik ki, o cəmiyyətin inancları da var idi. O vacib məsələdir ki, o cəmiyyətdə inanclar var idi, din var idi. Onlar dindar idilər müəyyən mənada. Və gəlirdi təvaf eləməyə, Peyğəmbərin paltarını alırdı ondan ki, mən sizin paltarınızla təvaf eləmək istəyirəm. Peyğəmbər də paltarını ona verirdi. Yaxşı münasibətləri var idi Peyğəmbərlə o müşrik arasında ikisinin münasibətləri çox yaxşı idi. Bir gün hədiyyə gətirdi Peyğəmbərə. Peyğəmbərimiz buyurdu ki, Allah mənə əmr eləyib ki, müşrikdən hədiyyə qəbul etməyim. Yəni, mənası nədir? Bu misalı niyə görə çəkdim? İslam hansısa bir həddə yaxşı olmağı qəbul etmir. İslamın problemi də bundan başlanır. İslam sənə bütövlükdə bir sistem təqdim edir. Ya qəbul elə, ya qəbul eləmə. Sonra nə dərəcədə onu əməl edəcəksən, etməyəcəksən, sənə dözümlü yanaşır. Birdən-bir olmaz. Tədricən sən bu dəyərləri mənimsəyəcəksən, əməl edəcəksən. Amma qəbul eləmə məsələsində bütöv bir küll olaraq özünü cəmiyyətə təqdim edir. Demir ki, məsələn, hə, filan xasiyyətlərin olsun, yaxşılıqların, bəsimdir mənim, elə sən də məndənsən, belə demir. Dəqiq bir sərhəd çəkir, bir cızıq çəkir ki, o sərhəddi gərək keçib İslama daxil olasan. İslam bir sıra əxlaqi fəzilətləri təbliğ etsəydi, heç bir dava olmazdı İslama qarşı, heç bir dava olmazdı. Çünki az-çox o cəmiyyət fəzilətlərə sahib cəmiyyət idi. Mən yenə də deyirəm, yanlış olaraq o cəmiyyəti ancaq qara rəngdə təqdim ediblər tarixçilər. Bu ciddi səhvdir. Peyğəmbərin də şəxsiyyətini aşağılayan əsas amillərdən biridir ki, bir dəstə mədəniyyətdən uzaq vəhşilərin içində din təbliğ elədi, elə orada kim gəlib nə desəydi, onlar onu qəbul edərlər. Xeyr, o cəmiyyətdə fəzilətlər yaşayırdı və o cəmiyyətdə baş verən proseslər, ümumiyyətlə İslam tarixi bir maketdir, bütün tarixi onu tətbiq etmək olar. Orada əslində biz qaydalar əsasında baxırıq.